Xoş gördük. 22 ildir İsveçrədə yaşayan, İsveçrə vətəndaşı olan azərbaycanlı jurnalist Elbəy Həsənli ilə danışırıq. Mövzu Azərbaycan hakimiyyəti və xüsusilə Avropa və xaricdə olan Azərbaycan hakimiyyətinin tənqidçiləri, müxalifət, blogerlər arasındakı uçurumdur. Düşmənçilik səviyyəsinə niyə gəlib, bunu aradan götürməyin yolları varmı və s. barədə Elbəy Həsənli ilə danışacağıq. Çünki onun ara sıra bu mövzuda yazılarını mən görürəm. Elbəy bəy, xoş gördük. Xoş gördük Tural bəy. Salamlayıram sizi. Elbəy Həsənli, mən dediyim qədərilə səhv edirəmsə, düzəldər zəhmət olmasa, Yeni Müsavat qəzetində vaxtilə jurnalist işləyib və hazırda da jurnalistsiniz, orada yazı yazırsınız, yoxsa elə o vaxtdan illər öncədən çıxmısınız? Yox, mən Yeni Müsavatda işləmişəm, elə bir qəzetdə işləmişəm. İndi də arada sırada yazıram, amma mənim yazdığım yazılar, mən bəri başdan bir daha vurğulayım onu, mən pulsuz parasız yazıram və mənim yazılarımı deməli Azərbaycanın əksər saytları verir. Əksər saytları verir, o cümlədə Yeni Müsavat da verir. Bəzən verir, bəzən vermir. Amma normalda belə, mən illərdir pulsuz yazıram, yəni mən bunu xüsusilə istəyirəm vurğuluyum. Mən fikirləşirəm ki, o yazılara ehtiyac var, çünki mən fərqli bir mövqedən çıxış edirəm. O mövqedə təbii ki, nə Azərbaycanlı rəsmi dairələri tərəfindən müsbət qarşılanır, nə də müxalifət dairələri o mövqeyi məqbul hesab edir. Mən hesab edirəm ki, Azərbaycanda mərkəzi mövqedə duran insanlara da müəyyən bir ehtiyac var. O siz dediyiniz məsələlər də mənim mərkəzdə durmağımla bağlıdır. Mən hər iki tərəfin müəyyən bir kompromisə gəlməsinin tərəfdarıyam. Mən hesab edirəm ki, biz bir-birimizin qarşısında olmalı deyilik, bir-birimizin yanında olmalıyıq və bunun üçün də bir-birimizi daha yaxşı anlamalıyıq və bir-birimizin nə istədiyini dəqiq bilməliyik ki, məsələn, mən Tural Sadıqlı bilməliyik ki, bu iqtidar konkret nə istəyir. Bu iqtidar da başa düşməlidir ki, bütün bu Tural Sadıqlı və onun kimi blogerlərin mövqeyi nədən bu qədər belə deyək də sərtləşibdir, müəyyən radikallıq elementləri var. Bu niyə belədir? Və bu belə deyək də kəskin şəkildə bir-birindən uzaqlaşan mövqeləri bir-birlərini qismən də olsa yaxınlaşdırmaq üçün, yəni insani münasibətlər səviyyəsinə ən azı gətirib çatdırmaq üçün nə etmək lazımdır? Və mən hesab edirəm ki, bu belə olsa Azərbaycanın xeyrinə olar, bizim dövlətimizin xeyrinə olar, bizim millətimizin xeyrinə olar. Amma təəssüf ki, dediyim kimi, nə iqtidar düşərgəsində, nə müxalifət düşərgəsində, nə ictimai rəydə mənim mövqeyim o qədər də təqdir olunmur. Əksinə, bir çoxları hesab edir ki, Elbəy Həsənliyin xaricdəki mühacirət müxalifətini hakimiyyətlə barışdırmaqmı istəyirsiniz, ya ortaq bir mövqeyə gəlməsini mi istəyirsiniz? Elə bir gözləntim yoxdur. Amma mən hesab edirəm ki, bu mövqelər arasında çox kəskin fərq var. Bu fərqləri qismən də olsa aradan götürmək lazımdır ki, yəni ən azı bir-birimizlə söhbət eləmək iqtidarında olmalıyıq. Məsələn, mən Bakıya gedirəm. Bakıda mən dövlət nümayəndələri ilə də görüşürəm, iqtidarın tanınmış insanları ilə də görüşürəm, söhbət edirəm. Bu sizlə söhbət elədiyimiz bu mövzunu onlarla da danışıram ki, bu belə olmamalıdır. Mən hesab edirəm ki, biz yəni bir millətin övladı olaraq ümumi dil tapmağı bacarmalıyıq. Bu necə ola bilər? Elbəy bəy. Nə deyimsə də, məsələn, mən onlara deyirəm ki, İlham Əliyev, bizim hörmətli prezidentimiz gedir Ermənistanla danışıq aparır. Erməni ilə oturur danışır. Yaxşı, bu niyə Əli Kərimli ilə danışmasın, məsəl üçün, və ya İsa Qəmbərlə danışmasın? Yəni, burada problem nədir ki? Yəni, bunlar ən azı bir süfrə arxasında oturub bir çay içə bilərlər. Yəni, burada problem nədir ki?
Sən erməni ilə danışırsan, bunu deyirsən məqbuldur, bu yaxşıdır, biz də alqışlayırıq. Çünki istəyirik sülh olsun, əmin-amanlıq olsun. Amma eyni zamanda bizim ölkəmizin daxilində də əmin-amanlığa ehtiyac var axı. Bizim insanlarımız niyə bir-birindən yəni ancaq pislik gözləsin? Niyə belə olmalıdır? Məsələn, cavab verirlər. Deyirlər ki, İlham Əliyev güclüdür, Əli Kərimli kimdir? Yox, cavablar fərqli olur da. Hər öz səviyyəsində cavab verir. Yəni mən görüşdüyüm adamların da səviyyəsi eyni olmur. Məsələn, bəziləri deyir ki, biz səni başa düşürük, belə olsa daha yaxşı olar. Bəziləri deyir, yox, bu tutaq ki, müxalifətdə olan insanlar hamı satqındır, xəyanətkardır. Nə bilim, biri deyir, onlar Rusiyaya işləyir, biri deyir ki, İrana işləyir, biri deyir, qərbə satılıb bunlar. Siz inanırsınız ki, onlar inanırlar öz dediklərinə, sadəcə yoxsa argument deyirlər, nə bilim. Argument olaraq belə deyirlər. Mən məsələn inanmıram ki, tutaq ki, Əli Kərimli niyə satılsın ki də, yəni və ya İsa Qəmbər yaşının bu vaxtında niyə satılsın ki? Yəni bir də ki, bu insan satılandan sonra yəni bizim vətəndən müqəddəs nəyimiz var ki, bunu satılandan sonra biz kimə lazımıq, özümüzə də lazım olmarıq, öz ailəmizə də lazım olmarıq. Elbər bəy, üzr istəyirəm, zamanımız da ola bilər məhdud olsun və mən də sizin zamanınızı çox almaq istəmirəm, bilirəm səfərdəsiniz, ona görə. Necə düşünürsünüz? Yəni Azərbaycan hökuməti ölkənin daxilində düzmü iş görür, düzmü siyasət yürüdür və eyni zamanda biz səhv eləyirik yolları tənqid edərkən? Yox, Azərbaycan hökuməti düz siyasət yeritmir. Yəni bu bir mənalıdır. Yəni düz siyasət yeritsə bizim iqtidar, yəni Azərbaycanda Azərbaycanın kənarında diasporda vəziyyət bu səviyyədə olmaz. Yəni bu dərəcədə, bu həddə qarşı durma, bu həddə qarşılıqlı ittihamlar, yəni biz bütün qırmızı xətləri falanları çoxdan keçmişik. Biraz haşiyədən kənara çıxım. Yəni hökumət nə edir düzgün siyasət yeritmir? Nə ilə məşğuldur? Hökumət nə ilə məşğul olduğu bəllidir. Mən bu barədə dəfələrlə yazmışam. Məsələn, mən yazılarımda bunu xüsusilə vurğulayıram ki, Azərbaycanın xarici siyasətində müsbət şeylər çoxdur. Mən öz tərəfimdən bunu təqdir edirəm. Amma Azərbaycanın daxili siyasəti bərbad gündədir. Biz hamımız bunu görürük. Yəni total şəkildə rüşvətxorluq, total şəkildə korrupsiya. Sonra məsələn mətbuat azadlığı, o günləri cənab prezident də bu mövzuya toxundu. Yoxdur. Yəni Azərbaycanda mətbuat adına, media adına, müstəqil media adına bir şey yoxdur. Siz bilirsiniz də, indi mən bir daha vurğulamalı oluram. 400-ə yaxın siyasi məhbusumuz var. Onun 30'a yaxını, bəlkə də 30'u jurnalistdir. Yəni belə bir mühitdə mətbuat azadlığından danışmaq falan çox absurd bir şey olar da. Yəni çox gülməli, çox eybəcər bir şey olar. İndi məsələn bir Şahin mənim dostum, qardaşım Azərbaycan mətbuatını azad və müstəqil hesab eləyə bilər və bunu dönə-dönə də vurğuluyur da bilirsiniz. Və ya digər qardaşım deyirsiniz, kinayə ilə deyirsiniz, yoxsa yaxşı şeylər yazmır, danışmır o? Yox, təbii canım. Şəhər bölgəsində problem ondadır ki, yəni biz sadə, mən sizə dedim, o mövqeləri yaxınlaşması olmalıdır. Məsələn, bizim iqtidarımız bu argumentləri qəbul eləmir. Məsələn, biz deyəndə ki, 400 siyasi məhbus var və bunlar dərhal buraxılmalıdır, qeyri-şərtsiz buraxılmalıdır. Xüsusilə jurnalistlərin həbsdə olması bu Azərbaycan adına böyük bir biabırçılıqdır. Belə şeylər olmamalıdır. Azərbaycan mədəni bir ölkə olmalıdır, səviyyəli bir ölkə olmalıdır. Yəni, qərbin də, şərqin də ehtiram göstərdiyi bir ölkə olmalıdır. Ancaq belə bu kimi barbar dəyərlərə söykənən bir ölkəyə heç kim hörmət eləməz. Nə qərb hörmət eləyər, nə şərq hörmət eləyər. Məsələn, bizim başqa bir dərdimiz də var. Bizim İran boyda dərdimiz var. Yəni, İranda bizim 40 milyon insanımız var. Onlar Azərbaycana yəni bir xilas kimi baxırlar, model kimi baxırlar və o insanlar nə görür Azərbaycanda? Onlar istəyirlər ki, Azərbaycan demokratik ölkə olsun, mədəni bir ölkə olsun, yəni qərb standartlarına yaxın bir ölkə olsun. Amma təəssüf ki, onlar bunu görmürlər.
Onlar bunu görmək istəyirlər Azərbaycanda. Amma bizim iqtidarımızın yeritdiyi siyasət buna imkan vermir. Və bizim iqtidarımız, xüsusilə cənab prezident bunu qəbul eləməlidir ki, bu gedişdən biz Azərbaycanı yaxşı bir yerə aparıb çatmayacağıq. Bizə lazımdır ki... Türkmənistan istiqamətinə gedir. Yox, təbii də biz Türkmənistan istiqamətinə... Elbəy bəy, yəni son bir mən xəbərlərdə oxuyuram. Hətta şəhərlərdə yazı yazanları da tutulurlar. Qanun da artıq elə onu gətirəcəyik. Yəni şəhər siz təsəvvür edin ki, məsələn, mən sizin sözdə qüvvət o günləri baxmışam, mənim yazıma nə qədər adam baxıb da, deməli baxmışam 500 nə qədər adam like edib yazını. Bir xeyli adam paylaşıb. Baxıram bu yazıya nə qədər adam baxıb, nəzər salıb da bu yazıya. Baxıram, hardasa 130-150 minə yaxın adam baxıb o yazıya. Və cəmi 500 nə qədər adam like edib. Siz təsəvvür edirsiniz. Deməli, hər 100 adamdan biri onu like eləməyə cəsarət eləmir. Yəni 100 adam oxuyur yazını, bəlkə çox bir 100 nə qədər də. Onun heç biri like eləyə bilmir onu. İndi siz təsəvvür edin ki, o tutaq ki, mən sizin yazınızı oxuyuram, nə ilənsə razılaşmıram və ya razılaşıram və öz fikrimi yazmaq istəyirəm. Mən fikrimi yazanda mən Azərbaycanda yaşadığımı nəzərə almalıyam. Nəzərə almalıyam ki, mənim yazdığım sonradan mənim əleyhimə işləyə bilər. Siz təsəvvür edirsiniz. Və ona görə də yəni belə bir mühitdə təbii ki, demokratiyadan, insan azadlığından, mətbuat azadlığından falandan danışmaq yəni bu ciddi söhbət deyil. Elbəy, o zaman yəni bu təbii yaranan bir şeydir də. Sən Azərbaycanda bütün söz azadlığını boğursan, siyasi məhbuslar çoxalır, xaricə canını götürüb qaçan insanların əlində sözünü azad deməyə şərait yaranır və başlayırlar daha açıq şəkildə, daha çılpaq şəkildə danışmağa, tənqidlər də etməyə, özünə senzura qoymur. Yəni bunu da onda rahat qəbul etmək lazımdır da. Yəni siz biraz sərt ritorika falan istifadə olunur mühacirətdə. Mən sizə deyim ki, bax bizim elə əsas problemimiz odur da. Bizim problemimiz odur ki, biz Azərbaycanın daxilində, məsələn mən siz bilirsiniz də, mən bu iqtidarı söymürəm. Belə təhqiramiz ifadələr işlətmirəm. Senzuradan kənar ifadələrdən tamamilə uzağam və s. Amma bu iqtidar hətta mənim mövqeyimi belə təqdir eləmir. Yəni hətta məsələn olur ki, mən də bu və ya digər şeyə kəskin etiraz edirəm. Məsələn, Facebook yazılarınızda? Hə, yazılarımda konkret. Məsələn, mən oxuyuram, yüzdən çox bizim qazimiz özünü yandırıb, intihar edib, öldürüb özünü. Siz təsəvvür edirsiniz. Mən Ermənistan mətbuatında oxuyuram da və orada mən indiyə qədər bir dəfə görmədim ki, bir erməni deməli müharibə iştirakçısı yəni dolanışığından dolayı və s. özünü yandırsın, özünü öldürsün, qəsd eləsin. Belə şey mən indiyə qədər illərdir də oxuyuram bu mətbuatı, izləyirəm. Belə şey olmuyor. İndi bu sual yaranır ki, nədən Azərbaycanda bu belədir? Məntiqdir, bu niyə belədir? Və bunun da səbəb bir mənalıdır da. Səbəb odur ki, Azərbaycanda şəhid ailələrinə, qazilərə, müharibə iştirakçılarına bu münasibət yoxdur. Bəzilərinə, məsələn, elə qazilər var ki, onu tutaq ki, $1000 kömək edirlər. Bəzilərinə. Tutaq 100 adamdan 5-inə $1000 kömək edirlər. O 95-inə heç 5 qəpik də vermirlər. Bilirsiniz, belə faciə burasındadır. Yəni, sistem yanlışdır. Bu $1000 elə bölmək lazımdır ki, hər bir adama düşsün də. Yəni, hər bir adam, yəni 100 adam iştirak edibsə, sən onun 3-ünü, 5-ini mükafatlandırırsan. Onda niyə mükafatlandırırsan? Çünki onlar təbliğat kampaniyasında sizə yarayır. Yəni, bu mənada siz onların deməli, layiq olduqlarına daha çox verirsiniz. O digərlərinin də haqqını yiyirsiniz. Yəni, belə şeylər Azərbaycanda problem yaradır. Siz belə yazılar yazarkən, siz Azərbaycana da dediniz ki, gedirsiniz, gəlirsiniz, orada müəyyən
rəsmilərlə də bəzən görüşləriniz deyirsiniz olub. O tanışlarınız sizə bir yazmır, demir ki, Elbəy bəy, nə yazırsan sən? Deyirlər, elə problem oldu. Bir söhbət olmayacaq. Mənə deyirlər ki, sən bunu belə eləmə, belə elə. Yəni, təxminən mənim mövqeyim, dedim də, iqtidar da qəbul eləmir o mövqeyi. Çünki onlar hesab edirlər ki, Elbəy Həsənli də digərləri kimi, böyük çoxluq kimi, Azərbaycan daxilində olan böyük çoxluq kimi də iqtidarı müdafiə eləməlidir. Amma niyə? Mən müdafiə eləməyə hazıram. İlham Əliyevə təşəkkür eləməyə də hazıram. Minnətdarlıq eləməyə də hazıram. Mən bunu qəbahət saymıram. Amma konkret iş olsun da. Yəni, mən görürüm ki, İlham Əliyev, cənab prezident bu addımları attı, ölkədə korrupsiyanın qarşısını aldı, rüşvətxorluğun qarşısını aldı, insanların daha yaxşı yaşaması üçün şərait yaratdı və s. Amma mən görürəm ki, bu belə deyil. Və bu barədə problem ondadır ki, heç bu barədə cəhd eləmirlər ki, nəsə yaxşılığa doğru müəyyən addımlar atılsın. Sualını bir də təkrarlamaq üzr istəyirəm, bəzən ola bilər sözünüzü kəsirəm, amma sualımı bir də təkrarlamaq istəyirəm. Onda bunu normal qarşılamalıdır da həm cəmiyyətimiz, həm də ki, hakimiyyətimiz ki, xaricdə daha sərt ritorika ilə danışan mühacir jurnalist, bloger və yaxud da aid şəxslər var. Bundan qəbullanmalıdır. Çünki hər dəfəsində deyirsən ki, bu işi niyə belə etdin? Siz mülayim dillə deyirsiniz ki, qaziləri öldürməyin. 5-cini deyəndə bir həftə sonra 6-cısını eşidirik, 7-cisini eşidirik. Bəli. Bu adamlar da 5, 6, 7 deyir və ritorikasında daha sərtlik, daha aqressiv sözlər istifadə edir ki, bəlkə düzələ, bəlkə buna dəyə. Bunu normal qəbul etmək lazım deyil, yoxsa? Mən hesab edirəm ki, bunu normal qəbul etmək lazım deyil. Niyə lazım deyil? Çünki bu o deməkdir ki, əgər biz bunu belə qəbul eləsək ki, bu radikal mövqeydən çıxış eləmək müsbətdirsə və ya iqtidar tərəfindən də nümayiş olunan o radikallıq müsbətdirsə, bunda belə çıxır ki, biz ortaq məxrəcə gəlmək istiqamətində hərəkət eləməyəcəyik. Yəni, hər kəs öz mövqeyində qalacaq. Yəni, qərbdə olan, Avropada olan jurnalistlər, blogerlər o fikirdə olacaqlar ki, bəli, biz düz deyirik, bəli, dediyimizi çox sərt deyirik, amma biz həqiqəti deyirik. Yəni, Avropada olan, qərb ölkələrində olan blogerlərin yekun fikri belədir ki, ola bilər ki, biz sərt deyirik, ola bilər ki, bizim ritorikamızda müəyyən söyüş elementləri var, bulanlar var. Amma mahiyyətdə biz həqiqəti deyirik. Amma qarşı tərəf, iqtidar nə deyirsə yalan deyir. Və həqiqətən də yalan elementləri iqtidarda daha çoxdur. Və bu da təəssüf doğurur. Mən bunu istəmirəm. Mən istəyirəm ki, hər iki tərəf ortaq məxrəcə gəlmək üçün müəyyən işlər görsün. Ortaq məxrəcə gəlmək üçün də konkret olaraq, ilkin olaraq iqtidar müəyyən addımlar atmalıdır. Məsələn, siz özünüz də daxil olmaqla Azərbaycan iqtidarı bir çox blogerlər haqqında, siyasi aktiv insanlar haqqında qiyabi məhkəmə hökmləri çıxardı. Siz bunu bilirsiniz. Bu normal bir şey deyil. Yəni, və bu qiyabi məhkəmə hökmləri sizin mövqeyinizin daha yumuşaq olmasına gətirib çıxaracaqmı? Mən düşünmürəm ki, daha yumuşaq olmağınıza stimul edir. Çıxarmadı da. Çıxarmadı da. Əksinə daha aqressivlər. Bilmirəm. Təbii də, yəni məntiq deyil. Amma bizim 5-6 ayda bunlar məhkəmə qərarları çıxarda ard-ardına. 5-6 ayda daha aqressiv deyil və əvvəllər daha az video paylaşan, daha az danışan bloger və yaxud da aktivist indi hər gün danışır. Bir-iki nəfər var idi ki, ümumiyyətlə heç nə çəkmirdi, kanalını bağlamışdı. İndi kanalını açıb daha aqressiv videolar çəkir, paylaşır, bəzilərini təhqir eləməkləri olur. Bax, indi bu niyə belədir? Çünki məntiq belədir. Sən onun üzərinə gedirsən, sən onu qiyabi şəkildə mühakimə edirsən və 10 il, 15 illə iş verirsən və bu tam əks effekt verir. Və qərb ölkələrində olan blogerlər, danışan insanlar, etiraz edən insanlar daha kəskin etiraz edirlər.
ve bunu iktidar hesaplayabilir. Bu çok sade, basit bir şeydir. Bu iktidarda bilmirəm, bu İlham Əliyevə kim ağıl verir, kim məsləhət verir, kim deyir ki, bunu belə eləsək daha yaxşı olar, ben onu bilmirəm. Yani o insanlar çok primitiv insanlardır. Yani bu intellekt sahibi prezidentə belə məsləhət verə bilməz. Əksinə demək lazımdır ki, biz Qərb ölkələrində yaşayan Azərbaycanlılarla, yəni bunların əksəriyyəti intellektual insanlardır, Azərbaycanı sevən insanlardır və bu onların fəaliyyətinin də əsas məqsədi Azərbaycana xidmət eləməkdir, kiməsə xidmət eləmək deyil. Yəni dövlətə və millətə xidmət üçün nəsə eləyirlər. Bu Azərbaycanın daxilində susturulmuş o xalqın kəsilmiş dili var. O dil indi xaricdədir. Və o bizim iktidar istəyir ki, xaricdən də o dil heç bir şey danışmasın, heç bir şey deməsin. Bu mümkün olan şey deyil. Sən Elbəli, biraz əvvəl çox yaxşı bir məqama toxundunuz. İlham Əliyevə bu məsləhət verənlər kimlərdir? Çox primitiv bir şeydir. Bu agresiya, hökumətin agresiyası nədir xaricdəki mühacirətə qarşı? Sizə elə gəlmirmi ki, yəni maraqlı şəxslər var, maraqlı məmurlar var, qüvvələr var ki, mühacirətin elə belə aqressiv olmasında maraqlıdırlar onlar və çünki buradan pul mu qazanırlar, vəzifələrində qalmaq üçün mü istifadə edirlər, bu mühacirətin belə həmişə elə aqressiv olmasında maraqlıdırlar ki, desinlər ki, cənab prezident, bizə ehtiyacınız var, bizim qurumlarımıza maliyyələr ayırmalısınız, ortada olan o qara pullardan bunların da cibinə mühacirəti sıradan çıxarmaq adı ilə pullar xərclənməlidir. Bu dediklərim və yaxud da demədiklərim bildiyiniz bir şey var və yaxud da təxmin etdiyiniz? Yox, siz dediyinizin böyük əksəriyyəti məntiqidən yanmış ehtimallardır da. Və mən düşünürəm ki, bu ehtimalların reallıq əmsalı kifayətləri yüksəkdir. Azərbaycan iktidarı bəzilərinin düşündüyü kimi yəni yekdil deyil. Orada müxtəlif qruplaşmalar var, müxtəlif maraq dairələri var və o maraq dairələri bir çox hallarda bir-birinə qarşı çevrilir. Deməli, müəyyən klanların, qrupların daxilində müəyyən rəqabət gedir və s. Prezidentə yaxın olmaq və onun belə deyək də daha çox etimadını qazanmaq üçün bir-birlərinə qarşı kompromis müharibələri aparılır və s. Və bütün bunlar hamısı var. Və bütün bunlar, məsələn, bu son Mehman Hüseynovun yaydığı kasetlərlə bağlı, şəkillərlə bağlı bir kəlmə deyil. Mən hesab edirəm ki, bütün bunlar ortaya çıxan o kompromat xarakterli materialların arkasında Azərbaycandakı iktidarın daxilində olan müəyyən qruplar dayanır. Hansılar ki, bu və ya digər səbəbdən iktidar daxilində əvvəlki mövqelərini itiriblər və ya itirmə təhlükəsi ilə üzləşiblər və bu təhlükədən yayınmaq üçün, bu təhlükəni neytrallaşdırmaq üçün bu kimi gedişlərə ehtiyac hiss ediblər və bunun nəticəsi olaraq bu həmin o materiallar üzə çıxıb. Mən düşünürəm ki, əgər Mehman Hüseynov bunu etməsəydi, başqa bir şey deyəcəkdi. Əsas oydu ki, o materialları ötürmək üçün maraqlı qüvvələr var. Və icazənizlə bir məlumat deyim, bunu ilk dəfə deyirəm. Buyurun. Əslində bunu Mehman lazım bilsə özü açıqlayar, amma mən üstörtülü deyəcəm. Mən bilirəm ki, Mehman Hüseynov bu məlumatları paylaşmadan öncə ona bu məlumatları göndərənlər, ya bilmirəm, hansı arada kimsə olub, vasitəçimi, nəysə, hər bir halda bu Azərbaycanda bir güc strukturuna deyilib ki, belə bir materiallar yayılacaq və güc strukturunun, mən konkret adı çəkəcəm burada, Dövlət Təhlükəsizlik Xidmətində, onun bir müavini nə deyilib, məlumat verilib ki, belə bir məlumatlar yayılacaq və nə söhbət olub, pul mu istənilibdir, yoxsa
nəsə istənilibdir, yoxsa nəsə əməkdaşlıqmı istənilib? Hər bir halda dəqiq bilmirəm. Dediyim kimi də bu mənim üzərimə düşən bir məsələ deyil. Mən deməyim düz olmaz. Amma ona deyilib ki, bir gündən sonra sizə cavab verəcəm. Və bir gündən sonra, yəni DTX-nın rəis müavini cavab verməyib. 2 gündə keçib cavab verməyib, 5 gündə cavab verməyibdi və ondan sonra bu məlumatlar yayılıbdı. Yəni hansısa bir, bu məlumatlar yayılmadan öncə hökumətin müəyyən qurumlarının əlində informasiya olub ki, bu məlumatlar yayılacaq. Amma şərait yaradıblar, rəvac veriblər. Şəxsən bu məndə bir şübhə yaratdı. Niyə? Yəni hakimiyyətin daxilində biraz dediniz ki, müəyyən şəxslər, qüvvələr var ki, elə onlar ötürürlər bu məlumatları yəqin ki. Yox, şübhəsiz ki, bu elədir. Yəni bu hər bir qrup, bəlli qruplar öz maraqlarını müdafiə eləmək üçün bu radikal bir addımdır. Amma əgər onlar istəyirlər ki, təhlükə son dərəcə ciddidir, onlar vurulub kənara atıla bilərlər. Yəni bu prosesin qarşısını almaq üçün bu kimi addımlar atıla bilər. Və məni narahat edən odur ki, bu hal-hazırda bizim izlədiyimiz həmin o kompromat xarakterli materiallarla bu iş bitməyəcək. Yəni bunun davamı da olacaq. Yəni artıq iqtidarın daxilində də bu kimi proseslərin qarşısını almaq üçün mövcud olan mexanizmlər daha əvvəlki kimi işləy olmayacaq. Yəni o prosesin qarşısını ala bilməyəcək. Və onlar proses nəzarətdən çıxacaq. Və bu da o demək ki, Azərbaycanın iqtidarı ilə müxalifət arasında, xüsusilə Azərbaycan iqtidarı ilə diaspora arasında olan ziddiyyətlər daha da dərinləşəcək, qarşılıqlı iddiamlar daha da sərtləşəcək və dialoqa ümid edən insanlar, məsələn mənim kimi insanlar daha çox məyus olacaqlar. Onlar görəcəklər ki, bu tərəfləri bir araya gətirmək, onların mövqeyində müəyyən yaxınlaşdırmaq üçün müəyyən addımlar atmaq artıq mümkün olmayacaq. Və bu da təbii ki, Azərbaycana yaxşı bir şey vəd eləmir. Siz bilirsiniz ki, yəni çoxlu pullar, milyonlar ayrılıb ki, mühacirətdəki blogerlərimi, jurnalistlərimi, aktivistlərimi sıradan çıxarsınlar. Öldürmə yolu ilə mı, indi cinayət işləri açıblar, onları təqib edirlər. Kimisinin də bu indiyənə kimi döyüblər. Bildiyiniz kimi də Məhəmməd Mirzəlini Fransada bıçaqlayıblar. Sizin yaşadığınız ölkədə Manaf Cəlilzadə onu döyüblər. Sonra Almaniyada Qabil Məmmədovu, Orxan Ağayevi mənə qarşı bir neçə dəfə hücum təşkil olunub, amma yəni də baş tutmayıbdır. Yəni öldürməyə də çalışırlar və bu şəkildə düşünürsünüzmü ki, hökumət istədiyinə nail ola bilər? Axı, məsələn, Vidadi İskəndərini öldürdülər, ondan sonra zəiflədi mi mühacirətdəki müxalifət? Yox, bilirsiniz, bu Vidadi İskəndərlinin ölümü böyük bir faciədir də, mən belə düşünürəm, böyük bir faciədir. Bəli, o son dərəcə kəskin danışırdı, sərt ifadələr istifadə edirdi, söyürdü falan edirdi. Bu məsələnin bir tərəfidir. Amma bu adam niyə bu qədər radikal mövqedən çıxış eləyirdi? Bizim iqtidar bu məsələnin üzərində dayanmır. Orada problemin kökü odur ki, bunun Vidadi İskəndərlinin deməli yaxınlarının qəbrinə təhqir eləmişdilər. Mən o demək istəmirəm, yəni belə istəmirəm, biraz kəskin ifadələrdə istifadə eləyək. Yəni bizim millətimizin min illik gələnəyində, mentalitetində, düşüncəsində, əxlaqi dəyərlər sistemində belə bir şey olmuyor. Yəni düşmənçiliyin də müəyyən bir həddi olur, müəyyən bir çərçivə gözlənilibdir. Amma iqtidar çox təəssüf ki, qırmızı xəttləri keçib və iqtidar qırmızı xəttləri keçdiyinə görə Vidadi İskəndərli də o qırmızı xəttləri ümumiyyətlə süpürmüşdü. Və bunun da nəticəsi nə oldu? Vidadi İskəndərlini öldürdülər. Mən əminəm ki, bu adam iqtidarın sifarişi ilə öldürülübdür. Yəni öldürdüyü yerdə Fransada gəlib insanın evinə gitsinlər, kimizə çağlasınlar. Bu belə şey olmur. Mən düşünürəm ki, bu böyük bir faciədir, amma bu faciə bizə
bir daha anlatmalıdır ki bu yol yanlış yoldur. Yani karşı durmanı bu həddə kəskinləşdirmək, belə çıxılmaz dalana doğru getmək falan bu yanlış yoldur. Biz situasiyanı... Üzr istəyirəm. Buyurun. Hökumət sizcə çalışırmı və yaxud da çalışıbmı Avropada və yaxud da xaricdə olan mühacirət aktivistlərindən, jurnalist və blogerlərinin pulla ələ alsın və yaxud da pul xərcləməklə, şəxsən özlərinə pul xərcləməklə onları mövqeyindən çəkindirsin. Məsəl üçün, mən açıq deyəcəm, bunu özü də gizlətmir. Sizin ölkədə yaşayan deməli, Elşad Məmmədov, ona Azərbaycanlı evlərini əlindən alıblar və o deyir ki, mənim haqqımı verin. Və hökumət də bilir ki, 2 vur 2-dir bu. Onun alınmış evlərinin pulunu yəni də ona ödəsələr, açıq dillə deyir ki, mən çıxıb gedirəm də heç bir şey etməyəcəm. Mən bilirəm, konkret başqa bir şəxslər var ki, yəni onlara da pul təklif olunsa, şəxs deyirəm mən, şəxslər deyirəm, pul təklif olunsa və hətta çıxıb getməyə, hər şeyini bağlamağa və üzr belə istəməyə, işlətdiyi sərt, belə deyək də, söyüşən təhqirinə görə üzr belə istəməyə, yəni hazırdır. Amma onu da bilirəm ki, hökumət buna getmir. Niyə? Məsəl üçün, açıq ortada da, yəni sən bunun haqqını ver, çıxsın, getsin və onu öldürməyə çalışır, məsələn. Bu mümkün deyilmi ki, elə sənin əlində milyardlar var, uğradığın neftin pulları var, cəmaatın evini əlindən almışsan, haqqını əlindən almışsan və o puldan ona da verirsən. Bunu necə qəbul edirsiniz? Mən sizə deyim ki, bu məsələ ilə bağlı müəyyən fikirlər mənə tanışdır, məlumatım var. Yəni, Azərbaycan iqtidarında bu problemi çözmək üçün siz dediyiniz variantlar üzərində işləyənlər də olubdur zamanında. Amma son anda bu fikirdən daşınıblar. Yəni, əvvəl belə bir fikir olub ki, Avropa ölkələrində, Qərb ölkələrində yaşayan və iqtidar üçün müəyyən problem yaradan insanlarla danışıb anlaşmaq istiqamətində müəyyən işlər görür, konkret işlər görür, yəni dövlət proqramı olaraq. Belə fikirlər olub, amma son anda bundan imtina ediblər. Hansı məntiqlə, hansı argumentlərə söykənərək bundan imtina ediblər, mən bilmirəm. Mən dəqiq bildiyim odur ki, yanlış bir addım olub. İcazənizlə bir video göstərim. Buyurun. Onların məntiqləri, siyasətləri, ağılları bu Siravi bir hansı rayonda konkret bilmirəm, ləhcəsindən şirin ləhcəsi var. Bunun məntiqindən az mıdır, çox mudur? Diqqət ekrana. O anda bir anda Avropada oturanları pılla, eğer o pıllansa olan ağzın bağla. Mən sənə bir yerli kimi, prezidentim kimi, əqidəli insan kimi deyirəm ki, bunları saxlamaq onun antısa bağlamaq lazımdır. Yaşasın İlham Əliyev, yaşayacaq da bayramımızla mübarək olsun, dəf kimidir, madəm şükür. Bu məntiqdir, yoxsa o hökumətdə oturan bəzi vəzifəlilər bilmək niyyətində olan vəzifələr? Təbii ki, bu da folklor deyirlərdir, bu xalq yaradıcılığıdır, amma çox məntiqlidir. Mən də, bilirsiniz, yəni, əsas odur ki, biz nə istəyirik, iqtidar nə istəyir? Əgər iqtidar insanlarla anlaşmaq istəyirsə, bu ən rahat yolda odur, insanlarla anlaşmaq lazımdır. Təkcə Avropada yox, Azərbaycanın daxilindəki insanlarla da razılaşmaq lazımdır. Ümumiyyətlə, müxalif düşüncəli insanlarla razılaşmaq lazımdır. Mən dedim, məsələn, mən Əli Kərimləri dəfələrlə tənqid eləmişəm də, dəfələrlə. Amma mən onu müdafiə edirəm, deyirəm, o həbsdə olmalı deyil. Yəni, bu adam Azərbaycan müxalifətinin lideridir, faktiki lideri budur. Sən də bunu aparırsan, həbs edirsən, salırsan içəri. Deyirsən 400 yaxın mühacir, üzr istəyirəm, siyasi məhbus var, bu da olsun 401. Belə olmaz ki. Və sən istəyirsən ki, səni heç tənqid eləməsin. Bu nətər olur, necə ola bilər ki? Yəni, bizdə birisi onun qaydalarını dəqiqləşdirmək üçün bir mexanizm olmalıdır. Yəni, müxalifət bilməlidir ki, onun
məsələn, o hansı sərhədlər daxilində fəaliyyət göstərməlidir. İqtidar bilməlidir ki, onun sərhədləri harda bitir, harda dayanmalıdır, hansı nöqtədən sonra növbəti addım atılmamalıdır. Çünki o addım atılanda əlavə problemlər yaranır. Belə şeylərdən çəkinmək lazımdır. Məsələn, İranda, indi gözümüzün qarşısındadır, İranda baş verən hadisələr. Bu hadisələr ilə yaranmayıb ki, 10 illərdir xalqın səsi eşidilməyib, xalqı dinləyən olmuyor, müxalifəti eşitmək istəməyiblər. İran müxalifəti də bildiyiniz kimi bizim müxalifətçilər kimi qərbdən son dərəcə kəskin çıxışlar eləyir. Ona görə belə şey, özdə mən bir şey də deyim ki, məsələn, İlham Əliyev indi prezidentdir, amma sabah nə olacaq? Sən dünyanı tutub durası deyilsən ki, biz indi İlham Əliyevdən eyni yaşlı olan adamlarıq. İndi bizim nə qədər ömrümüz qalıb? Olsun 5 il, 10 il, 15 il, ola bilər 5 ay, kim nə bilir? Amma sən axı gedəcəksən də, mən də gedəcəm, hamımız gedəcəkdir. Sən özündən sonra nə qoyub gedirsən? Övladlarına nə qoyub gedirsən? Necə bir Azərbaycan qoyursan? Və sən belə bir təhlükəli ölkədə sənin övladların necə yaşayacaq, nəvələrin necə yaşayacaq, sən qohum əqrəban necə yaşayacaq, yaşaya biləcəkmi onlar yəni? Bu qədər düşmən qoyub gedirsən. Yəni bunları fikirləşmək lazımdır, bunları düşünmək lazımdır ki, biz elə bir ölkə qurmalıyıq ki, elə bir model yaratmalıyıq ki, bu ölkədə hamı rahat yaşaya bilsin. Bu ölkənin ziyalısı da gözəl yaşasın, fəhləsi də insan kimi yaşasın, iqtidarı da, müxalifəti də. Mən düşünürəm ki, biz ikimiz də Qərbdə, Avropada yaşayırıq. Biz görürük ki, burada insanlar necə yaşayır. Mən məsələn 8 il İsveçrədə işsiz olmuşam. 8 il mən işləməmişəm, iş tapa bilməmişəm də. Amma 8 il mən indi qaldığım işdə yaşayıram. İş tapa bilməmişsiniz. İş tapa bilməmişəm. İş tapa burada biraz çətin idi o vaxtda. Necə sözüm ondadır, 15 ildir işləyirəm, o söhbət yox. Sözüm ondadır ki, yəni 8 il mən indi qaldığım evdə yaşanmışam. Amma bələdiyyə verib onun pulunu. Mənim tibbi sığortamı bələdiyyə verib. Mənim ailəmin dolanması üçün pulu bələdiyyə verir. Öyle minnətsiz, sünnətsiz, kimsə mənə deməyib ki, sənə pulu veririk, belə şey yoxdur. Sonra mən yazıram yazılarımda. Mən İsveçrəni dəfələrlə tənqid etmişəm bu erməni məsələsində tutduğum mövqeyə görə. Erməni soyqırığını tanımamaq burada cinayət sayılır və s. Mən ona da etiraz eləmişəm. Amma kimsə burada sənə deməz ki, yox, sən bizim pulumuzdan yaşamısan, biz sənə pul vermişik, ailəni dolandırmışıq, şu ana təhsil vermişik, onu eləmişik, bunu eləmişik, eləyiblər də. Amma belə söz demirlər ki, İsveçrə demir. Mən bilirəm ki, sizin yaşadığınız ölkədə demir. Çünki Qərbin düşüncəsi fərqlidir. Bizdə bu iqtidar birinə 5 manat pul versə, 5 dəfə başına vuracaq ki, bu vaxtı sən ölürdün, sənə dərman aldım dedim. Ölürdün dedim, bir şeylə deyim. Məsələn, bu Əvəz Zeynallı da gözümüzün qabağında bu adam ölür. Allah ona ömür versin. Amma bu adam ölür də, bu adam xəstədir. Bizim bu iqtidarın qeyrəti yoxdur ki, ona kömək eləsin, ona yardım eləsin, ona maddi pul lazımdır buna, sənin pulun yoxdur mu? Bu Heydər Əliyev fondu nəyə lazımdır? İndi bizim iqtidara yaxın bir jurnalistin başı ağrısa, bu Heydər Əliyev fondunun darvazaları taybatay açılacaq. Amma Əvəz Zeynallı az çox bu xalqın yanında olan bir adamdır, xalqın fikrini deyən adamdır. Yəni ki, xalqın istək və arzularını dilə gətirir. Xalq üçün nəsə eləməyə çalışır. Onu deyirlər, yox, sən ged öl. Amma sən bizə lazım deyilsən. Belə yanaşma ilə sən xalq rəğbətini qazana bilmərsən, müxalifətin rəğbətini qazana bilmərsən, xaricdə yaşayan insanların rəğbətini qazana bilmərsən. Bu zorla deyil. Bunu gərək insanlıq nümayiş elətdirəsən, addım atasan. Məsələn, Avropada yaşayan blogerlərdir, nə bilim, siyasi fəallardır, dəvət elə Azərbaycana da deyin, gəlin, biz bütün məsuliyyəti özlərimizə götürür, gəlin öz vətənimizdə bir baxın, görün burada nə var, nə yox, nə qədər. gedir. Dəvət edirlər də bizi, keçən il hamımıza prokurorluq vasitəsilə dəvətnamə. Yox, o da dəvətdir, amma biraz radikal formasıdır. Mən istəyirəm ki, yəni insani formasında dəvət eləsin. Ki, insanlar geçsinlər, insanlar var 10 il, 15 il. Mən özüm elə 10 ildən sonra getdim vətənə. Maddi imkanım yox idi də, gedim Azərbaycana.
İnsanlar var ki bunu hamısı işləmir, işləməyəni də var, falan da var. Nəsə də bir diqqət göstərginə, bir dəvət eləginə, insanlar da görsün ki, yox, bu vətən onun yanındadır, onun arxasındadır, onun köməyindədir. Bunu eləmirlər. Bizim problemimiz odur ki, bizim iqtidar və İlham Əliyevin ətrafında olan bəzi dairələr elə düşünür ki, bu insanlara nə qədər sərt danışsalar, belə barmaq silkələsələr, asarıq, kəsərik, öldürərik, dinləyərik, onda daha yaxşı olacaq. Olmur, oğlum, olmayacaq. Yəni bu mümkün deyil. Avropada yaşayan, Amerikada yaşayan insan yəni bu hədə-qorxu ilə razılaşmayacaq. Ona görə də insanlara diklanmaq lazımdır, insanlara əl uzatmaq lazımdır, insanlara təpiy atmaq olmaz, insanlara əl uzatmaq lazımdır, yıxılan adamı üstə qaldırmaq lazımdır, ona kömək olmaq lazımdır, arxadayaq olmaq lazımdır. Mən belə görürəm, amma bizim iqtidar çox təəssüf ki, belə düşünmür. Və ona görə də bizim problemlərimiz çoxdur. Elbə bəy, təşəkkür edirəm. Mən təşəkkür edirəm. Qəbul etdiyiniz üçün və maraqlı da fikirlər, mənim də xoşuma gələn fikirlər danışdınız. Minnətdaram. Ünvarım yenidən görüşərik. Mən bir şey dediyim, bu aprel ayında mən Bakıya gedəcəm. Ümid edirəm ki, bu çıxışımızdan sonra Bakıya elə də bıraxacaq. Amma istənilən halda mən istəyirəm ki, Azərbaycanda qarşılıqlı anlaşma olsun, insanlar bir-birlərini başa düşsün, bir-birlərini ehtiram göstərsinlər. Məsələn, biz sizlə söhbət edirik də, biz eyni fikirdə olan adamlar deyilik ki, müəyyən fikirlərdə bizim haçalanır, baxışlarımız haçalanır. Amma bu o demək deyil ki, biz sizlə anlaşa bilməliyik və ya biz sizlə oturub bir yerdə süfrə arxasında bir siyan çay içə bilməliyik və s. Bu iqtidar da bunu eləməlidir. Yəni, fərqli insanlarla görüşmək, danışmaq, anlaşmaq. Yəni, insanlar bir-birinə danışanda daha tez anlayırlar da bir-birlərini, elə deyil. Mən elə başa düşürəm və Azərbaycanı da elə görmək istəyirəm. İstəyirəm ki, konsensus olsun, birlik olsun, həmrəylik olsun, amma bir-birimizi inkar etmədən, yəni bir-birimizin mövqeyinə hörmət eləyərək və Azərbaycan naminə, Azərbaycan dövləti naminə yəni ortaq məxrəcə gəlməyə bacaraq. Buyurun. Təşəkkür eləmişəm, minnətdaram. Təşəkkür edirəm, çox məmnun oldum. Sizə də uğurlar arzulayıram. Ümid edirəm ki, bizim bu çağırışımızı da eşidənlər olacaq, müəyyən, yəni bu fikirlərə də müəyyən dəstək olacaq. Çox sağ olun, minnətdaram. İnşallah bir daha nə vaxtsa yenə görüşərik. Sağ olun. Sağ olun.